61-ci sualda diaqramda bir məktəbin şahmat komandasının 5 üzvünün yarış topladığı hallar göstərmişdir. Verilən rəsm bu üzvlərin orta balını tapın. Deməli, birinci baxaq Leylaya. Leyla gəlib çıxır 5-ə. 5. Əliyə baxaq. Əli gəlir çıxır 7. Sevincə baxaq. Sevinç gəlir 4. Fərhad 8. Aysu görün necədir. Bu da 6-ya kimi gedir çıxır 6. Orta balını tapmaq üçün toplayıb sayına bölmək lazımdır. Deməli 5-ə bölməliyik, toplayaq. 5, 7, 12, 4, 16, 8, 24, 6, 30, 30'da 5'e bölükdə cavab alınır 6. D bəndi. Növbəti. Orxan həftədə 4 gün idman zalına gedir və 1 saat məşq edir. O 3 həftə ərzində ümumilikdə neçə saat məşq edir? Deməli, bir həftə ərzində 4 gün gedir və həftədə hər dəfə 1 saat məşq edir. Onda bir həftə ərzində nə qədər məşq edəcək? 4 saat. Hər gün 1 saat məşq etdiyi üçün 4 gün gedir və hər gün 1 saat məşq etdiyi üçün bir həftə ərzində 4 saat məşq edir. Əgər bax bir həftə ərzində 4 saat məşq edirsə, 3 həftə ərzində neçə saat məşq edəcək? 3 dəfə çox da 12 saat deməli. B bəndi. Keçək 63-ə. Nihat dostlarıyla birlikdə velosiped sürməyə çıxır. Onlar qərara gəlirlər ki, hər gün ən az 3, ən çox 12 kilometr yol qət etməlidirlər. Nihat bugün x kilometr yol getdi. Aşağıdakı bərabərliklərdən hansı Nihatın bugün getdiyi məsafəni düzgün ifadə edir? Deməli, ən azı 3 km. Yəni ən az 3 km gedə bilər, ən çoxu isə 12 km gedə bilər. Bu da cavab A bəndi olur. Niyə? B bəndi olmur. Niyə B bəndi olmur? Çünki yəni ən az 3 kilometr deyir. Yəni 3 üstə daxil 3 kilometr gedə bilər. 3-dən böyük demir. Yəni minimum səviyyədə, ən aşağı səviyyədə 3 də gedə bilər deyir. Ən çox da 12-dir. Ona görə də kiçik bərabərdir. 3 kiçik bərabərdir, kiçik bərabərdir 12 gedir. Yəni 3 ilə 12-də daxil olmuş olur. Məsələn, ən azı məsələn cümlə bu cür şəkildə qurulsaydı ki, onlar ən azı məsələn ən az sözü olmasaydı 3 kilometrdən çox getsə getməlidir desəydi, 3 kilometrdən çox 12-dən az getsə getməlidir desəydi, onda B bəndi olacaqdı. 64-ə baxaq. Məktəbli Riyaziyyat dərnəyində 25, fizika dərnəyində 12 şagird iştirak edir. 10 şagird isə həm riyaziyyat, həm fizika dərnəyində iştirak edir. Yalnız riyaziyyat və yalnız fizika dərnəyində iştirak edən şagirdlərin müsahibi tapın. Bax, bunu biz Euler-Venn diaqramı ilə tapa bilərik. Gəlin belə bir çəkək Euler-Venn diaqramını. Bax, bunu olsun riyaziyyat, bu da olsun fizika. 10 şagird hara yazır? 10 şagird həm riyaziyyat, həm fizikada iştirak edir. 10 şagird hara yazır? Bax, kəsişməyə yazırıq. Kəsişməyə. İkisində də iştirak edir. Qoy bir dəqiqə. Bir dəqiqə azaldaq xəttini. Bax, 10 şagird burada iştirak edir. On şagird burada iştirak edir. Ümumi isə 25. Məktəbdə riyaziyyatda isə 25. 10 bax 10 hər ikisində var. Riyaziyyatda da var, fizikada da var, eləmi? Fizika dərnəyində iştirak edir. İkisində də 10 daxildir, 10 şagird. Yəni buradakı riyaziyyatla fizikanın kəsişməsi ilə yazaq bax belə. Riyaziyyat fizikanın kəsişməsi 10 nəfərə daxildir.
10 nəfərə bərabərdir daha doğrusu. Eləmi? Yalnız riyaziyyat və yalnız fizika dərnəyində iştirak edənlər müsahidə qılmalıyıq. Yalnız riyaziyyatda iştirak edənlərdir. Yəni məsələn riyaziyyatda iştirak edən fizikada iştirak edəməz. Nə olur o? N, R fərq F-dir da. Yəni R riyaziyyat, F də fizika. Deməli bax. Riyaziyyat bax kəsmədə 10 yerləşirsə, riyaziyyatda da ümumi 25 şagird varsa nə qədər qalır? 15 bura qalır. Fizikada isə 18 şagird varsa var. 10 da kəsişmədə yerləşsə geriyə nə qədər qalır? 8 qalır. Deməli, yalnız riyaziyyat və yalnız fizika dərnəyində iştirak edənlər nədir? Yalnız riyaziyyatda olan nədir? 15-dir. Yalnız fizikada da 8 olan ikisi ümumi şahidi cəmi edir 23. C bəndi. Sonra aşağıda verilmiş cədvəllərdən hansında x və y arasında düz mütənasib asıllıq mövcuddur? Düz mütənasib asıllıq x və y arasında düz mütənasib asıllıq o deməkdir, yəni x neçə dəfə artırsa, y də o dəfə artmalıdır. Bax, birinci cədvələ baxaq. Bax, x birinci 1-dir, y da 1-dir. X keçsi 2-yə. X biri sərbəst dəyişən, y ondan asılı olaraq dəyişəndir. Asılı dəyişəndir, yəni. X keçdi 2, 2 dəfə artdı. Yəni y nə olmalı bunda? Düz mütənasib asılıca 2 dəfə artmalıdır. Y də 2 olmalı. Amma y burada 3-dür. Ona görə bu deyil. Düz mütənasib asılıq. Keçək ikinciyə. Bax, x1, y 4 verir. X 2-yə keçdi, 2 dəfə artdı. Y də 2 dəfə artmalıdır. Düz mütənasib asılılıqdırsa, əgər 4 artmalıdır 2 dəfə olmalı 8. Amma nə olub? 7. Demək, bu da düz mütənasib asıllıq deyil. Üçüncü cədvələ baxaq. X-i 1, y-ə 7 verib. X2 oldu 2. Neçə dəfə artdı? 2 dəfə. 7-də 2 dəfə artıb olmalıdır 14. Bax, düzdür hoca bu. Sonra. Bax, x3 oldu 3 dəfə artdı. 7 nə olmalı? 7-də 3 dəfə artmalıdır 21. X4 oldu 4 dəfə artdı deməli. Y-dən neçə olmalı? 4 dəfə artmalıdır. Yəni 7 vur 4 28. Demək, bu düzdür. Düz mütənasib asıllıq mövcuddur. Demək, ancaq C, da C. Dördüncü cavab olardı. Belə. Demək, bizə dəmirdən hündürlüyü 2 metr, oturacaq arasında silindr formalı su çəni düzəldir. Görürsünüz silindr. Bu çənin yan səthi və üst oturacaq olmaqla yalnız çöl hissədən boyanacaqdır. İstifadə olunan boyanın bir qutusu ilə 4 kvadrat metr sahəni boyamaq mümkündür. Bu çəni verilən şərtlərlə boyamaq üçün neçə qutu boya alınmalıdır? Qutular yarımçıq satılmış, P-də 3 veribdir. Deməli, hündürlüyü 2 metr, radiusu da 1 veribdir. Ya, bax, görürsünüz şəkildə, yəni çöl hissədən bu boyanacaqdır. Yox, bax, görürsünüz, yəni bizə verilən hissə boyanacaq ancaq. Deməli, biz burada nə edirik? Silindrin deməli, uşaqlar, biz silindrin nə etməliyik? Yan səthin sahəsini tapmalıyıq. Və bir otaracağın sahəsini tapıb toplamalıyıq. Silindrin yan səthi nədir? Sahəsinin düsturü nədir? Yan səthinin sahə düsturü 2pi r h. Yəni bu nə deməkdir? Bizə verilib daha hər şey. R 1-dir, h da 2-dir. Nə olur? 12 metr kvadrat. Yan səthin sahəsi buraya yazaq metr kvadrat və bir dənə üst oturacaq. Yalnız üst oturacaq. Onun sahəsini tapaq. Üst dairənin sahəsində üst oturacaq. Nədir? Pi r kvadratıdır da. Pi r kvadratı, o da qoburan. Silək bir dəqiqə. Buradan yazaq. Pi r kvadratı. O da 3 vuraq. R də 1-dir. Kvadratda elə 3 olur.
Ümumi nə qədər olur? 12 üstə 3 15 metr kvadratdır. 15 metr kvadratını boyamaq üçün neçə qutu boya lazımdır? Bir qutu 4 kvadrata metr sahəni boyuyursa, yarımçıq satın aldığı üçün bizə 4 qutu lazımdır. Çünki əgər 3 qutu seçsək, yenə boyamaq hissəsi yarımçıq qalacaq da. Deməli 4 qutu lazımdır ki, təmiz boyaya bilək. Ceybənd. Niyə 5 qutu? 5 qutu olduqda artıq qalır da, yəni qutunun biri artıq qalacaq. Biz boyayacaq, qutaracaq, biri artıq qalacaq. Belə. Cəmil dayının çiçəklərini əkdiyi düzbucaqlı formadakı bağçanın eni 15, uzunluğu 25 metrdir. O bağçanın enini artırmaqla onu kvadrat formalı etmək istəyir. Bu halda bağçanın sahəsi neçə kvadrat metr olacaq? Bax, deyir ki, eni 15-dir, uzunluğu 25-dir. O bağçanın enini artırmaqla kvadrat. Kvadrat forma nədir? Kvadrat nədir? Bütün tərəflər bərabər dörtbucaqlıdır. Uzunluğu 25-dir. 15-i artırıb nəyə çatdırmalıdır? 25-ə çatdırmalıdır. 10 vahid artırmalıdır ki, kvadrat olsun. Bu halda bağçanın sahəsi neçə kvadrat metr artacaq? Demək, biz birinci düzbucağın sahəsini tapaq. Tapaq düzbucağın sahəsini. S1 deyək buna, birinci düzbucağın sahəsinə. Nə olur düzbucağın sahəsi? 15 vuraq, 25. Nə olur 25 15'e vuranda? 25 10 250 5 375. İndi artanda nə olur? Artanda burada artır. Hayır, burada artır bu hissə. Kvadrat olur da, bax. Bura 10 olacaq, burada 25. İndi bunun sahəsini tapmalıyıq. Bu da yəni kvadrat sahəsi nədir? A kvadratı və 25 vuraq 25. Bu da edir nə? 625. Nə qədər atdığını tapmaq üçün də 625-dən 375-i çıxmaq lazımdır. O da edir 250. Ceybəndi. Yazaq bura 625 çıxaq. 375. 250. Belə. 68. X və Y düz mütənsib cəmiyyətlərdir. X düz mütənsib nə deyirdi? Eyni qədər artır da, eyni dəfə artır. X A üstü B cəmini tapırıq. Tapaq, görək. Demək, X 12 isə Y 36-dır. 3 dəfə artır. Sonra. İndi X oldu 25. Neçə dəfə artır? Neçə dəfə artdığını tapmaq üçün 25-i 12-yə bölmək lazımdır. Elə kəsrlə də yazaq. Bölməni kəsrlə də yaza bilərik. Y də bu qədər atmalıdır. Yəni, Y bu dəfə atmalıdır. Yəni, 36 bunu da vurmalıq nəyə? 12 vuraq. 25'e. Biz tam ədədin kəsr vurulmasını keçmiş. Buranı nə edirik? İxtisar apara bilərək mi? 36 ilə 12. Qalır 3. 3 də vurulur nəyə? Surətə qalır 75. Deməli, A-mız nə oldu? 75. Sonra indi B-ni tapaq. Bax, Y 36 olub 63. Eləmə. Nə olmalıdır? 63. 36-dan 63 dəfə artıbsa, gəlin yazaq ki, 63 bölü 36 dəfə artıb da, yəni Y. Onda X-i də o qədər dəfə artırmaq, yəni 12-ni də bu qədər dəfə artırsaq, görüm. 12 ilə 36, yəni ixtisar gedir. 3, 63 bölündə 21. B-də 21. Cəmi nə eləyir? 6, 96 A bəndi. Sonra sadələşdirin. Mötərizəni vurub açmalıyıq. Deməli, mötərizənin əvvəl mənfi ədəd varsa, içəridəkilərin işarəsi əksinə dəyişəcək. Yəni, -3-ü A-ya vuranda -3A,
-3 -2'ye vuranda ikisi də mənfi olur. 2 mənfini hasil müsbət eləyir. Müsbət 6b üstəcə 4 vur a üstəcə 4 vur 5b-də 20b eləyir. Bu da bərabərdir. Nə eləyir? -3 a üstəcə oxşar həlləri islah edirik. Bax, -3 a müsbət 4 a nə edəcək? A. 6b üstəcə 20b-də 26b. Cavab nədir? B bənd. Belə. Samirin həftə ərzində ekran qarşısında keçirdiyi vaxtı diaqram. Uşaqlar ekran qarşısında o qədər vaxt keçirirlər ki, məsələyə də salırlar bunu. Ekran qarşısında keçirdiyi vaxt diaqramı təsvir olunmuş. Samir həftənin neçə gündə ekran qarşısında 1 saatdan çox vaxt keçirmişdir. Demək, bazar ertəsi gün 0.15-dir. Demək, bu deyil. Bax, çərşənbə axşamı 1-ə çatmır, 0.15-dən böyükdür. Çərşənbə ilə 1-ə çatmır, 1 saata çatmır. Deməli, bu da deyil. Bax, görürsünüz, çatmır 1-ə, gəl bax. 1-dən kiçikdir, bu da kiçikdir, bu da. Cümə axşamı 1 saatdan çox vaxt keçirib, görürsünüz. Demək, biri cümə axşamıdır. Cümə günü 1 saat yarım vaxt keçirib. Biri budur. Şənbə günü başı qaçmışam, 2 saat vaxt keçirib. Bazar günü yadına düşüb ki, dərsləri var, biraz azaldıbdır. 1 saat, bax, görürsünüz, 1.15-dən çoxdur bazar günü. 2-dən azdır, yenə 1 saatdan çox, bu da daxildir. Bizə neçə gün ekran 1 saatdan çox, neçə gün olur? Demək, 4 gün. Belə. İndi 71-ə keçək. Birlik yarışını iştirak edən 48 sakitdən 12-si yarım finalına vəsiqə qazanmışdır. Yarışda iştirak edən şagirdlərin isə faizi yarım finalda iştirak edəcək. 12-si, deməli, 12 nəfər yarım finala vəsiqə qazandı. Deməli, 12 nəfər yarım finalda iştirak edəcək. Yəni, deyir ki, bizə 12-48-in neçə faizidir? 12-nin 48-in neçə faiz olduğunu tapmalıyıq. Necə tapırdıq? Deməli, neçə faiz olduğunu tapmaq üçün 12-ni vurmalıyıq. 100-ə bölməli 48-ə. Deməli, 48-lə 12 ixtisar gedir, qalır 4. Eləyir nə? 25 faizi. Deməli, 12, 48, 25 faiz. Yəni, burada bizə faiz mənimdir. Ədədə görə faizi tapmalıyıq. 48-dən 12-si tapılıb. 12, 48-in neçə faiz olduğunu tapmaq üçün 12-ni 100-ə vurub 48-ə bölməliyik. Cavab eləyir 25 faiz. Bucaq BOC bucağı AB-dən 2 dəfə nədir? 2 dəfə DOC bucağından 3 dəfə kiçikdir. Bucaq BOC-nin dərəcə olsun tapın. Bu da uşaqlar. Qonşu bucaqlar, açıq bucaq, bu məsələlərdən istifadə edəcək. BOC bucağı AB bucağından 2 dəfə, BOC bucağı AB-dən 2 dəfə kiçikdir, DOC-dən 3 dəfə kiçikdir. Deməli, BOC bucağı ən kiçikdir. Gəl bu BOC bucağına bir dənə x deyək. BOC bucağına bir dənə x deyək. Bu deyir AB-dən 2 dəfə. AB, yəni AB bucağı, bucaq var ya, bu bucaq. Bu bucaq BOC-dən 2 dəfə böyükdür. Onda nə olur bu? 2x olur. DOC isə, bax, DOC isə BOC-dən 3 dəfə böyük olacaq, yəni. Bucaq böyük olsun, dərəcə olsun tapın. İndi bu nədir? Bunlar üçü hansı bucağı əmələ gətirir? Açıq bucağı. Yəni, bunların üçün cəmi nə olacaq? Açıq bucağı. Açıq bucağının dərəcə ölçüsü nədir? 180 dərəcə. Bərabərdir 180 dərəcə. Nə eləyir? 4, 6x bərabərdir 180. X da nə eləyir? 30 dərəcə. Bu qədər. Belə. Sonra verilənlərə görə
y minus 2x minus z neçə dərəcədir? Y minus 2x minus z neçə dərəcədir? Bax, bax y-lə bu bucaq, y-lə bu bucaq qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqların dərəcə ölçüləri nədir? Bərabərdir bir-birinə. Yəni y nəyə bərabərdir? 160 dərəcə. Bax, görürsünüz, qarşı-qarşıyadır. Burada qarşı bucaqlar. Y 160, y 160, y-lə x-də necə bucaqdır? Qonşu bucaqlar. Görürsünüz, bax, elə bir burada bir divar var da, qonşudular həqiqətən. Y-lə x qonşu. Qonşu bucaqların xassəsi nədir? 180 dərəcə olmalıdır. Cəmi 180 dərəcə olmalıdır. Y-lə x-in cəmi 180 dərəcə olmalıdır. 180. Əgər y 160-sa, onda x nə olur? 180 dərəcəsə cəmi x-ə qalır 20 dərəcə. Görürsünüz, x-la da z qarşılıqlı bucaqları qarşı-qarşıya durublar. Görürsünüz. Görürsünüz, qarşı-qarşıya durublar. Demək, x-la z-in də dərəcə ölçüsü eyni olmalı. Onda z də 20 dərəcə olur. İndi bizi veriləni bizdən üstündə soruşur. Y çıxıb 2x, yəni 160 dərəcə çıxaq. 2 vuraq x. 2 vuraq 20 dərəcə. Çıxaq 20 dərəcə. Bu da eləyir 160 çıx 40, 120, 120-dən də 20 çıxanda qalır 100 dərəcə. Belə. Sonra nə edir? Bir bağban öz planına əsasən əlindəki məftil toru istifadə edir. Tərəfi 12 metr olan bərabər tərəfli üçbucaq formalı bağçanın ətrafına hasar çəkə bilər. Bağçanın ətrafına hasar çəkə bilər. Bir üçbucaq çəkək. Belə. Bərabər tərəfli deyir. Tərəfi 12-dir, bərabər tərəfli deyir. Belə. 12, 12, 12. Daha sonra bağban fikrini dəyişir, bağçanın kvadrat forması olmasına qərar verir. Bu zaman o eyni məftil toru istifadə etməklə kvadrat formalı bağçanın ətrafına hasar çəkdi. Kvadrat formalı bağçanın sahəsi neçə kvadrat metr oldu? Yəni əvvəl bax elə bir ki, üçbucaqdır. Bunun ətrafına hasar, əlində bir dənə tor var, bağban. Bu üçbucağın ətrafına hasar çəkmək istəyir. Ətrafına hasar çəkmək, yəni belə bir təsəvvür edin ki, belə bir hasar çəkmək istəyir. Belə bir hasar çəkmək istəyir. Məsələn, belə bir hasar çəkmək istəyir. Sonra burada nəyi nəzərə almalıdır? Yəni hasar çəkəndə üçbucağın nəyi nəzərə tapmalıdır? Bizə nəyə lazımdır üçbucağın? Perimetri lazımdır. Bax, görürsünüz. Perimetri. Üçbucağın perimetri nə olur? Yəni bu torun uzunluğu tapmaq üçün nə etməliyik? Üçbucağın perimetrini tapmalıyıq da. Üçbucaq da bərabər tərəfli üçbucaq üçün perimetri nə olur? 12 üstəgəl 12 üstəgəl 12. Perimetri nədir? Bütün tərəflərin cəmidir. 36 oldu perimetri. Yəni bizim məftilimizin uzunluğu nəymiş? 36 metr imiş. İndi bu metrdən 36 metri kvadratın ətrafına çəkmək istəyir. Yəni kvadratı. Bir dənə indi kvadrat çəkək. Göstərəcəksə kvadrat nədir? Bax, bir dənə kvadrat. Bax, burada çəkək. İki kvadrata çəkəsən. İndi 36 metr 4 hissəyə ilə böləcəkdir. 4 hissədən çəkəcək. 4 hissəyə böləcək, çəkəcək. Məftil. Nə olur? Hər eyinə qədər hamısını nə qədər düşür? Yəni perimetr tərəfi nə olur kvadratın? 9. Yəni elə bir ki, perimetri 36-dır kvadratın. Tərəfi nə olur onda? 36-nı 4-ə bölməsi. Kvadratın perimetrinin düzü nədir? 4 A-dır da. Tərəfin 4-müz. Hər tərəfi bərabər olduğu üçün göstərək A-dır. 4A 36-dırsa A-da olur 9. Deməli, kvadratın tərəfi 9 imiş. İndi bu kvadratın sahəsi nə olacaq? Kvadratın sahə düzü nədir? 9 vur A kvadratı və yaxud A vur A. 9 vur 9. Bu da nə olur? 81 santimetr kvadratı. Elə bir sərbəst oldu. Neyse, başa düşməsiz deyirsiniz. Uşaqlar bunu bir də izah edəyərəm. Ayrıca. Sonra nə deyim? Bunu silək.
Paraqrafda 2 sütunlu diaqram dövrlərində bir musiqi məktəbinin təhsil alan şagirdlərin sayı haqqında məlumat verilmişdir. 2020-ci ildə bu musiqi məktəbində oğlanların sayı 2023-cü ilin musiqi məktəbində qızların sayından üzrə çoxdur. 2021-ci ildə musiqi məktəbindəki oğlanların sayı 2023-cü ilin musiqi məktəbində o demək oğlanlar göy hissədir. 2021-ci ilin oğlan neçə nəfər oldu? 70 nəfər. 2023-cü ilin musiqi məktəbində qızların sayından neçə nəfər? 2023-cü ildə qızların sayı nə qədər olub? 50 nə? Demək, nə qədər çox olduğunu tapmaq üçün 70-dən 50-dən çıxmaq lazımdır. 20. Bax, görürsünüz, bu çox sadə sualdır. Belə. Bitdi deyəsən, ha? Uşaqlar, bitdi, bu qədər. Bax, uşaqlar, bitdisə bunu bir daha izah edək.